var ağızdadır, var ağıldadır. Elə bir dövrə gəlmişik ki, hər şey var, amma qidalanmamız ağız dadı ilə olduğu zaman xəstə olacağıq. Ağıl dadı ilə qidalansaq, əslində diabetlilər də, diabetli olmayanlar da daha sağlam olacaqlar. Ağıldadır deyiriksə, o zaman biz həyatımızdan süni şəkəri kənarlaşdırmalıyıq. Daha sağlam qidalanacağıq, süni şəkərlər yeməyəcəyik, daha çox alternativ tərəvəzlər və qidalar istəyir. Bizim məsəl üçün pasientlər var, məsələn, çay pendirlə içirdik. Çox əlaçıq pasientlərimiz var. Biz əslində cəmiyyətdə son illərdə ancaq biz tənqid və neqativ şeyləri aşılayırıq. Amma bizim çox yaxşı pasientlərimiz var da, yəni necə deyək, bəzən kommunist kimi deyirik də belə, düz xəstələr. 3 aylıq şəkəri 5-in üstünə qalxmır, 5.5-dir. Adam çayı pendirlə içir. Bir dəfə əslində bir sınaqladım, bir prob elədim, gedir yəni pis deyil.